ASKO maarifləndirir layihəsi çərçivəsində növbəti videomuz kimyəvi tankerlərdə yük əməliyyatlarına dair geniş proqram üzrə hazırlıq kursu olacaq. Kursun bitirilməsində əsas məqsəd daşınılan yüklər yüksək təhlükə dərəcəsinə malik olduğu üçün biz dinləyicilərə bu kursun mahiyyəti barəsində tam şəkildə məlumat veririk. Daşıdığımız yüklər birinci təhlükəli yük qrupuna aid yüklər ki var, bunların daşınmasında beynəlxalq konvensiyaların, qanunların, onlarla yanaşı milli qanunların dənizçilərin qarşısında qoyduğu tələblər var. Bu tələbləri vaxtında düzgün yerinə yetirməliyik ki, gəmilərdə təhlükəsiz iş rejimini təmin edə bilək. Beynəlxalq tələblərin bizim qarşımızda qoyduğu tələbi yerinə yetirməyəcəksə, burada gəmilərin yanmasına, partlamasına, insan həyatının itməsinə, ətraf mühitin çirklənməsinə, canlı aləmin itkisinə gətirib çıxaracaqdır. Kimyəvi maddələr daşıyan tankerlərdə çalışan hər bir dənizçi işlədiyi gəminin konstruktiv quruluşunu bilməlidir. Hansı sahədə dayandığı sahədə hansı təhlükəli yüklər var və ola bilər. Belə yüklərlə işləmək üçün işlədildiyi alətlərin düzgün seçilməsi. Bu alətlər qığılcım verməyən materialdan olmalıdır. Gəmilərdə quraşdırılan inert qaz sistemi düzgün tələblərə uyğun olaraq işlədilməsini bilməlidirlər. Yanğın söndürən sistemlər, daşınan və stasionar sistemlərin yerini, tərkibini və istifadə qaydalarını bilməlidirlər. Əsas gəmilərdə çalışan hər bir kəs gəminin, yüklərin və insanların təhlükəsini qorumağı bacarmalıdır. Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq kursu 60 saatdır. Kursumuzun 21 saatı trenajyorlar vasitəsilə həyata keçirilir. Burada da dənizçilərimiz işlədiyi vaxt ərzində trenajyorlardan düzgün istifadə qaydalarını gəmilərdə tətbiq eləyirlər. Tamamilə gəminin təhlükəsizliyini təmin edirlər. Bütün dənizçilərimiz bu kursu keçməlidir və yüklərin təhlükə dərəcəsini bilməlidir. 8 gün təlim-tədris mərkəzində kurs proqram üzrə aparılır.